Lapsi vurmuşdun da sən oradan. Normal daxildə görüntü zat. Hər şey qaydasındadır. Saçım zadı normaldır. 3, 2, 1, gedək görək nə edirik. Telefon online'dır. Gəlin sizə xəbərlərdən danışım. Onsuz sizi xəbərdar eləyəndə heç kimin vecinə deyil. Bu günləri bu xəbərləri sizə çatdıracağam. Intel yeni 300-cü seriyalı prosesorlarını təqdim etdi. AMD-dən gamerlər üçün nəhəng bir prosesor. Androiddə iPhone 17 Pro. Galaxy Z Fold 8 ekranı tam qırışsız olacaq. Asus'dan gamerlər üçün AR eynək. Nvidia Vera Rubin vasitəsilə SSD bazarını çökdürə bilər. iPhone 18 seriyasının və iPhone Air 2 smartfonlarının ekran xüsusiyyətləri bəlli oldu. Xəbərləri sizə təqdim edirik. Siz isə rahat oturub, bu xəbərlərə baxıb, bu videonu izləyib, like edib, komment yazmağı unutmursunuz. Hər birinizə xoş izləmələr. Çay, kofe, yeməyi də yanınızda nəysə varsa, mən başladım. Intel Nədir? Sizin internetdə bu gündədir? Donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ay Zaur, bütün internet provayderləri eynidir. Star Telecom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Star Telecomdadır. Star Telecom dost kimi dost internet provayderi. Biz isə davam edək. Intel itirilmiş mövqelərini ciddi cəhdlə bərpa etmək istəyir. Alınacaq, alınmayacaq, bunu zaman göstərəcək. Bu, notebooklar və mini kompüterlər üçün Panther Lake kodu altında Core Ultra 300 prosesorlarının seriyasıdır. Bunlar Intel'in A18 T-Proses texnologiyasından istifadə edilən ilk CPU-lardır. Flagman modeli 5.1 GHz tezliyinə və 80 Watt-a qədər istilik paketi olan 16 nüvəli Intel Core X9 388H-dir. Bu çip 12 Z3 CPU ilə inteqrasiya olunmuş RSP390 qrafikası ilə təchiz olunub. Oyunlarda bu yeni model ən yüksək səviyyəli Lunar Lake CPU-larını 80%-ə qədər, performans baxımından isə 60%-ə qədər üstələyir. Orta səviyyəli Intel Core Ultra 3 322 8 nüvəyə 4.4 GHz tezliyə 55 Watt-lıq istilik paketi və 2 Z3 GPU qrafikasına malikdir. Seriyaya ümumilikdə 13 çip daxildir. Bütün Core Ultra 300 modellərində süni intellekt əməliyyatları üçün daxili 50 TOPS neyro prosesor mövcuddur. Bu yeni prosesorlara əsaslanan ilk devicelar yanvar ayının sonuna qədər satışa çıxarılacaq. AMD gamerləri sevindirdi. Daha bir güclü prosesorunu təqdim etdi. AMD hələ ki yeni çipin satış tarixini və qiymətini açıqlanmayıb. AMD Ryzen 7 9850X3D 4.7 GHz baza tezliyinə malik 8 nüvəli 16 axınlı prosesorda və 5.6 GHz-ə qədər artırıla bilər. 96 MB 53 kəş yaddaşı və 120 Watt istilik paketinə malikdir. Kağız üzərində çipin Ryzen 7 9800X3D-dən əsas fərqi 400 MHz-dən daha yüksək gücləndirmə tezliyidir. Real performansa gəldikdə isə yalnız istehsalçının hələ ki rəqəmləri var. AMD iddia edir ki, Ryzen 7 9850X3D oyunlarda Intel Core Ultra 9 285K-dən təxminən 27% daha çox performans göstərir. Lakin yeni Ryzen 7 9800X3D onu cəmi 7% üstələyir ki, bu da o qədər də təsirli deyil. Androiddə iPhone 17 Pro. Necə? Deyirsiniz, ola bilməz. İncə dizaynlı, ən çox batareya qənaət edən smartfonlardan biri 10080 mAh-lıq batareya və Dimensity 8500 Elite çipinə malikdir. Honor rəsmi olaraq Çində Power 2-ni təqdim etdi. 10080 mAh-lıq tutumlu, 7,98 mm qalınlığa və 216 qram çəkiyə malik silikon karbon batareyalı smartfon. Xaricdən Apple-ın flaqmanı iPhone 17 Pro Max ilə demək olar ki, eynidir. İstehsalçı tək bir zaryadkada 26 saata qədər video izləmə, 17 saat naviqasiya və təxminən 14 saat oyun oynamaq qabiliyyətini iddia edir. 80 Watt-lıq sürətli naqilli zaryadka və eləcə də 27 Watt-a qədər reversiv zaryadkalıdır. Honor Power 2 smartfonu Full HD+, 679 inçlik AMOLED ekran, 120 Hz tezlikli və 1800 nitə qədər maksimal parlaqlığa malikdir. Barmaq izi sensoru ekran altındadır. 16 megapiksellik ön kamerası var. Korpus IP68, IP69 və IP69K standartlarına uyğun olaraq qorunur ki, bu da sinifində olan device'lar üçün çox nadir haldır.
Honor Power 2 8 nömrəli Cortex A720 CPU vasitəsilə Antutuda 2,4 milyondan çox bal toplayır. Mali G720 MC8 GPU ilə təchiz olunmuş yeni MediaTek Dimensity 8550 çipi ilə təchiz olunub. Yaddaş konfiqurasiyalarına 12 GB LPDDR5X və 256 512 GB-lıq UFS 4.1 yaddaş daxildir. Arxa tərəfində optik stabilizasiyalı 50 megapiksellik və 5 megapiksellik ultra geniş kamera var. Smartfon Android 16 əsaslı Magic OS 10 əməliyyat sistemi ilə işləyir və Midnight Black, Sunrise narıncı və Snowflake ağ rənglərindən mövcuddur. Hələ ki Honor Power 2 yalnız Çində mövcuddur. Qiyməti isə 12 256 GB-lıq versiyası 269 yuan və yaxud 886 dollardır. Keçən videoların birində iPhone Ultra, yəni qatlanan iPhone ekranının tamamilə qırışsız olması barəsində məlumat vermişdim. Deyəsən Samsung bu videonu izləyib. Əgər belə olmasaydı, Samsung Galaxy Z Fold 8-nin ekranının tam qırışsız olması barəsində məlumatı verməzdi. Samsung CES 2026 sərgisində minimal əyilməyə malik yeni qatlanan OLED panelini təqdim etdi. Las Vegasda keçirilən CES 2026 sərgisində Samsung Display mövcud qatlanan smartfonların ekranını nəzərə çarpacaq dərəcədə fərqli olan yeni nəsil qatlanan OLED panellərin prototipini nümayiş etdirdi. Yeni məhsul Galaxy Z Fold 7 ilə birlikdə nümayiş etdirildi və bu da texnologiyaların birbaşa müqayisəsinə imkan verir. Tam açıqlıqda panel demək olar ki, düz görsənir və qırışıqlar yalnız müəyyən bucaqlarda və işıqlanma şəraitində nəzərə çarpacaq dərəcədə görsənir. Nümayişdə alınan məlumatlara görə panelin dizaynında OLED təbəqəsinin altında yerləşdirilən lazerlə perforasiya edilmiş metal lövhədən istifadə olunur. Bu həll ekran əyildikdə qüvvəni daha bərabər paylayır və zamanla nəzərə çarpan bir qırışın yaranma riskini azaldır. Prototipin bəzi versiyalarında kəsiklərin və dəliklərin olmaması ekranaltı kameranın olmasından işarədir. Samsung rəsmi olaraq yeni panellərin hansı devicelara nəzərdə tutulduğunu açıqlamayıb. Lakin zaman və texnologiya hazırlığı 2026-cı ilin ortalarında satışa çıxarılması gözlənilən Galaxy Z Fold 8-ə işarə edir. Əgər prototip kütləvi istehsala çatarsa, Fold 8 açıqlıqda tam hüquqlu bir planşet kimi hiss olunacaq və bu son illərdə qatlanan smartfonlarla bağlı əsas şikayətlərdən birini həll edəcək. Apple bu payızda satışa çıxaracağı ilk qatlanan iPhone üçün Samsungdan eyni ekranın sifariş edilməsi də maraqlıdır. Mənə elə gəlir ki, Samsung və Apple-dan olan yenilikləri dörd gözlə gözləyir. Əgər elə olmasaydı, özünüz fikir verin. Məsəl üçün, keçən dəfə Apple ən nazik iPhone-unu, iPhone Air-ni təqdim etməkdən öncə infosentlar internetə yayılan kimi Samsung özünün tez tələsik Galaxy Edge-ni təqdim etdi. İndi isə iPhone Ultra-da ekranın tam qırışsız olmasını eşitdi və Z Fold 8-ində də eyni ilə qırışsız ekranın olması məlumatını yaydı. Bundan sonra görəsən kim deyəcək ki, Apple Samsungdan oğruq eləyir, ideyalar oğruyur. Amma düşünürəm ki, Samsung istər hər zaman bunu deməkdə davam eləyəcək. Gamerlər üçün 171 inçlik ekran. Yox, bu fantastika deyil. Bu Asus'un təqdim etdiyi AR eynəyin xüsusiyyətləridir, parametrləridir. Device həmçinin istənilən kompüterə və konsola qoşulması üçün dock stansiyaya malikdir. Republic of Gamer rəsmi olaraq Asus ROG X-Real R1 oyun eynəyini təqdim etdi. Masaüstü monitora qoşulmadan böyük ekran istəyən oyunçular üçün hazırlanmış yeni bir AR device'dir. Yeni device kompüterdə, konsollarda və portativ device'larda oyun oynamağa imkan verir və demək olar ki, hər yerdən nəhəng bir ekran illüziyasını yaradır. ROG X-Real R1 Full HD Plus icazəli və 240 yenilənmə tezlikli mikro OLED paneli olan ilk oyun eynəyidir. Baxış bucağı 57 dərəcədir və təxminən 4 metr virtual baxış məsafəsindən görüntü 171 inçə qədər ekran ölçüsünə bərabərdir. Bu format inanılmaz dərəcədə hamar görüntülər, minimal gecikmə və oyunlarda aydın dinamik səhnələri təmin edir. Güclü aparat təminatına baxmayaraq eynəyin çəkisi təxminən 91 qramdır və bu da onların uzun oyun sessiyaları üçün uyğun edir. Bose ilə əməkdaşlıqda hazırlanmış səs sistemi ayrı qulaqcıqlara ehtiyac olmadan immersiv 3D səslənmə təqdim edir. Bağlantı üçün Asus DisplayPort 1.4, HDMI 2.0 və USB-C portları olan xüsusi ROG Controller Dock təklif edir. Bu da eynəyin kompüterə, konsollara və ROG Ally kimi device'lara qoşulmasına imkan verir. Eynəklər həmçinin birbaşa qoşulu və işlək USB-C bağlantısını dəstəkləyir və hətta kompakt ekranlarda da tam hüquqlu oyun ekranına çevrilir. Qiyməti hələ açıqlanmayıb, lakin Asus ROG X-Real R1-in 2026-cı ilin birinci yarısında satışa çıxarılacağı gözlənilir. Nvidia daha bir inqilaba hazırlaşır və deyəsən özünün Vera Rubin vasitəsilə SSD bazarını çökdürmək istəyir.
İnvestisiya Bankı Citi'nin analitikləri bu barədə xəbərdarlıq edib. CES 2026-da təqdim edilən Nvidia-nın Vera Rubin seriyalı platforması çox miqdarda NAND yaddaşı tələb edir. Bu miqdar istehlakçının SSD bazarının 2025-ci ilin sonlarında RAM ilə baş verən böhrana bənzər bir böhrana səbəb ola bilər. Bu daha yüksək qiymətlərə və çatışmamazlıqlara səbəb olacaq. Vera Rubin süni intellekt üçün istifadə olunur. Məlumatları saxlamaq və soru kontekstini yaratmaq üçün HBM yaddaşı tələb edir. Lakin onun tədarükü məhduddur. CES 2026-da Nvidia bu problemləri həllini nümayiş etdirdi. Vera Rubinin normal işləməsi üçün təxminən 16 TB SSD tələb olunacaq ki, bu da ümumi tutumun 1152 TB-dır. Əgər Nvidia söz verdiyi kimi 2027-ci ilə qədər 100.000 Vera Rubin istehsal edərsə, SSD tələbi 115,2 milyon TB-a çatacaq. Bu ümumi bazarın təxminən 10%-ni təşkil edir. Kimin Apple device'larına necə yanaşmasından asılı olmayaraq Apple-dan olan infosıntıları hamı dörd gözlə, səbirsizliklə gözləyir. Artıq internetdə iPhone 18 seriyasının və iPhone Air 2 smartfonlarının ekranı haqqında infosıntılar yayılıb. Kiməsə bu xəbərlər maraqlı deyilsə, videonun bu hissəsini keçə bilər. Digital Chat Station ləqəbli nüfuzlu Çinli insider Weibo-da yeni iPhone-ların ekranının xüsusiyyətlərini açıqladı. İnsiderin sözlərinə görə gələcək bütün iPhone-lar 120 Hz tezliyə malik LTPO OLED ekranlarla təchiz olunacaq. iPhone 18 və ikinci nəsil iPhone Air modifikasiya edilmiş Dynamic Island-da təchiz ediləcək. iPhone 18 Pro və iPhone 18 Pro Max isə display altında olan Face ID ilə təchiz olunacaq. Ekran xüsusiyyətləri iPhone 18 6,27 inçlik LTPO OLED, yeniləmə tezliyi 1-dən 120-yə qədər Dynamic Island. iPhone 18 Pro 6,27 inçlik LTPO OLED, yeniləmə tezliyi 1-dən 120-yə qədər ekranaltı Face ID skaneri. iPhone 18 Pro Max 6,68 inçlik LTPO OLED, yeniləmə tezliyi 1-dən 120-yə qədər ekran altında olan Face ID skaneri. iPhone Air 2 6,55 inçlik LTPO OLED, 1-dən 120-yə qədər yeniləmə tezlikli Dynamic Islandlı. Yeni smartfonlar 2026-cı ildə təqdim olunacaq. Bu iPhone 18 seriyası və iPhone Air 2 haqqında olan ilk infosıntıları idi. Digital Chat Station ləqəbli insider hər zaman reallaşan infosıntıları istehsaldan öncə, yəni device'lar təqdim olunmamışdan öncə təqdim eləyir və bu infosıntılar reallaşır. Apple çoxdan da Digital Chat Station ləqəbli insiderlə mübarizə aparsa da onunla bacarmır. Bu iPhone 18 seriyası və iPhone Air 2 haqqında olan ilk infosıntılar idi. 26-cı ildə olan ilk infosıntılar idi və düşünürəm ki, bu infosıntılar da reallaşacaq. Xəbərləri biz hazırladıq və sizə təqdim etdik. Sizdən nə qalır? Ancaq videonu like etmək, komment yazmaq və videonu paylaşmaq. Videonu bura kimi izləyən hər kəsə təşəkkür edirəm. Video xoşunuza gəlsə like, xoşunuza gəlmədisə əlbəttə ki, dislike edirsiniz. Dislike edənlər mütləq nəyə görə videonu dislike etməsi səbəbini kommentlərdə yazsın. Kanalımızda daha çox maraqlı videolar var. Maariflənmək istəyənlər bu videoları izləsin. Mən isə YouTube-da olduğumuz üçün sizinlə sağollaşmıram. Eğlendirir grafon, abunenizi gözleyin. Comment yazdın süper grafona, hoş geldin. Grafon eğlendirir grafon, abunenizi gözleyin.